13-cü hədis. Əbu Qatadə Əl-Ənsari radiyallahu anhu deyir ki, Ənə Rasulullah sallallahu aleyhi və səlləm kənə yusalli və huvə hamilun Umamətə binti Zeynəb binti Rasulullah sallallahu aleyhi və səlləm. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm namaz qılardı və namaz qıldığı halda Peyğəmbər sallallahu aleyhi və səlləm qızı olan, Zeynəbin qızı olan Umaməni qucağına alardı. Umaməni, yəni qucağına aldığı halda namaz qılardı. Umamə də kimdir? Peyğəmbər sallallahu aleyhi və səlləm qızı Zeynəbin qızı. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm nəvəsi, öz nəvəsi qucağında, yəni namaz qılıb Peyğəmbər sallallahu aleyhi və səlləm. Hədis davam eləyir. Fəizə səcədə vədəəhə. Peyğəmbər sallallahu əleyhi və səlləm səcdə etdiyi zaman onu qoyurdu. Və izə qamə hamaləhə. Durduğu zaman isə yerində təkrar onu götürürdü. Hədis harda keçir? Buxari və Müslimdə. Buxaridə 516-cı hədisdir, Müslimdə 543-cü hədisdir. Bax, kimdir bu? Allahın Rasulü sallallahu əleyhi və səlləm. İstəsəydi götürməyə bilərdi, qardaş. İstəsəydi götürməyə bilərdi, amma götürüb. Bunun namaza bir zərəri yoxdur, qardaş. Bax, deməli, indi burada bir məsələ gəlir. Namazda hərəkətin növləri, yaxşı. Biz burada görürük ki, Peyğəmbər sallallahu əleyhi və səlləm namazda əlavə hərəkətlər eləyib. Və bu, bütün hərəkətlər icazəlidir namazda. Xeyr, bunun növləri var. Bax, birinci növ namazı batil eləyən hərəkətlərdir. Bu da hansı hərəkətlərdir? Zərurət olmadan ard-arda hərəkətlər etmək, zərurət olmadan. Bu namazı batil eləyir. Bu bir. İkinci qism məkruh olan, bəyənilməyən hərəkətlərdir. Bu da ehtiyac olmadan az bir hərəkətlər eləməkdir. Ehtiyac yoxdur, amma az da olsa hərəkət edirsən. Bəyənilmir. Namazı batil eləmir, amma eyni zamanda bəyənilmir. Bu iki. Üçüncü növ məkruh olmayan və eyni zamanda müstəhəb də olmayan hərəkət. Və ehtiyac anında az hərəkətdən gedir söhbət. Ehtiyac var və sən də az da hərəkət edirsən. Nə məkruh deyil, nə də müstəhəb deyil. Yəni bəyənilən deyil. Nə də məkruh da deyil. Orta. Amma müstəhəb olan qism var. Hərəkət, hətta namazda hərəkət müstəhəb və ya vacib olur. Hətta elə ola bilər ki, namazda sənin hərəkət etmə, əlavə, namazın hərəkətindən əlavə. Hərəkət etməyin müstəhəb və ya vacib ola bilər. O da hansı hərəkətlərdir? Birincisi, namazın məsləhəsinə, namazın özünün xeyrinə olan hərəkətlər. Namazın özünü gözəl şəkildə eləmək üçün olan hərəkətlər. Məsəl üçün, sənin qarşındayı səhvdə boşluq yarandı birdən-birə. Sən o səhvi doldurursan, namazda hərəkət etsən, heç bir problem yoxdur. Bir addım, məsəl üçün, 2 addım qabağa geysən. Problem yoxdur. Namazın məsləhəsinə uyğundur. Və ya məsəl üçün, qorxu namazında, savaşda olan namazda birinci səhv irəli gedir, səcdə eləyir, rükü eləyir, səcdə eləyir, sonra da arxaya gedir, ikinci səhv, bu hərəkətlər var. Qorxu namazında hərəkət etsən. Bu da yenə namazın məsləhəsinə görədir, bir problem yoxdur. Və yaxud da ki, hər hansı bir təhlükədə olanı qurtarmaq üçün. Məsəl üçün, namaz qılırsan sən, namazdasan və qarşında isti bir şey var, ya peç ola bilər və ya su ola bilər və ya elektrikli bir şey ola bilər. Görürsən ki, uşaq ona tərəf gedir, əlini uzadır və s. təhlükə ola bilər. Sən namazdan çıxmadan mümkün qədər az hərəkətlə o uşağı neysən? Götürürsən. Amma namazdan çıxmırsan, nə də bu sənin namazına zərər vermir. Hətta belə anda vacib olur ki, sən o hərəkəti eləyəsən. Qurtarmaq üçün. Bəli, fərq etməz. Sən neysən? Namazdayken kimisi qurtarırsan. Bəli. Gördün ki, orada təhlükə var, sən onun qarşısını alırsan. Daha namazdan çıxıb onu etməyə ehtiyac var. Yəni namazdaca bu hərəkəti eləyirsən. Problem yoxdur. Bu hərəkətdə problem yoxdur. Bu hərəkət ya müstəhəb, hətta vacib ola bilər. Mən namazdayım deyib namazdan çıxma, uşaq da Allah qorusun, qaynar suyu dağıtsın üstünə. Ay sağ ol. Olmaz. Bu qadağandır. Əksinə sən ona bu moment nə eləməlisən? Bu anda sən ona kömək eləməlisən. Uşaqların paltarlarının təmiz olmasının əsl olması. Əsl odur ki, uşaqların paltarları və bədənləri təmizdir. Əsl. Hətta zənn çox olsa belə ki, onun bədənində necəsiyyət var və ya paltarında necəsiyyət var. Çünki uşaqdır da. Düzdür, körpü uşaqdır. Ola bilər ki, onun zənn, sən bir dənə körpü uşaq gətir bura, səndə zənnin qalib gələcək ki, bu uşağın harasındasa necəsiyyət var. Ola bilər bədənində ola bilər paltarında ola bilər. Amma sən onu gözünlə görmürsənsə, nəcasəti. Əsl odur ki, o uşağın bədəni də, paltarı da təmizdir. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm o körpü olmasına baxmayaraq,
onu qucağına götürdü, o cür namaz qılırdı, qaytardı, səcdəyə gedəni qoyurdu, təzədən yenə götürürdü. Amma halbuki qələbətuz zən odur ki, yəni qalib gələn zən, üstün gələn zən odur ki, körpədirsə bunun bədənində nəcasət olma ehtimalı var. Buna baxmayaraq əsl odur ki, uşaqların paltarları və bədənləri təmizdir. Necə ki, bayaqki hədisdəki kimi əsl odur ki, əşyalardakı təmizlikdir. Əşyalar təmizdir. Ayaqqabı olsun, paltar olsun, digər şeylər olsun. Ancaq istisna nədir? Gözünlə görəsən, biləsən ki, burada nəcasət var. O istisna. Amma əsl odur ki, təmizdir. Hətta zənn çoxluğu olsa ki, nəcasətə hardasa dəymiş ola bilər. Zənn var. Amma gözünlə görmürsənsə nəcasəti təmizlikdir əsl. Və həmçinin burada hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm necə təvazökar olması və gözəl əxlaqlı olmasına dəlil var. Uşaqlarla necə gözəl davranırdı, necə təvazökar idi. Həmçinin burada ona dəlil var ki, bu cür əməli edən adam qınanılmaz, əksinə təriflənər. Məsəl üçün, kimsə namaz qılır, yanında da körpə uşaq var, onu qucağına götürür. Sən onu qınaya bilməzsən ki, namaz vaxtı uşağını, körpə uşağı qucağına götürür və ya bu kimsə uşağını. Əksinə bu təriflənən bir əməldir. Çünki bu Peyğəmbər sallallahu əleyhi və səlləmin əməlidir bu. Telefon səsini zaten kəsmək belə şeylər. Bax o bayaqki məsələyə gəlir. Zərurət vaxtı qısa hərəkət. Məsəl üçün zəng gəlir, namazlısan, zəng gəlib bilirsən, o knopkanı yeni bilirsən. Tez kəssən ki, cəmaat narahat eləməz. Bastın keçir. Ən tez bir zamanda nətər onun qarşısını ala bilərsən? O hərəkət icazəlidir. Çünki bu özü nədir? Namazın məsləhəsinə uyğundur. Namazın özünə xidmət edir. Sənin o hərəkətin sənin və digərlərinin məsləhəsinə, xeyrinə xidmət edir o hərəkətin. Amma kəsməsən, həm səni məşğul edəcək, həm digərlərini.